Salam əziz müəllimlər və şagirdlər. Bugün mən sizə 7-ci sinif biologiya dərsliyindən 2-ci bölməni bitki orqanizmi haqqında məlumat verəcəm. Buraya nələr aiddir? Orqanizmin təşkili səviyyələri, çiçəkli bitkilərin orqanları, kök, çiçəkli bitkilərin orqanlarından olan gövdə, yarpaq. Bu haqda məlumat verəcəm. İndi isə başlayaq dərsin izahına. Diqqətlə dinləyin. İnsan həyatında mühüm rol oynayan bitkilər qida mənbəyi olmaqla yanaşı, tibbdə və sənayedə geniş istifadə olunur. Onlardan taxta, qatran, yağ, kauçuk kimi xamal hazır alınır. Bəzi bitki liflərindən parça və kəndir də hazırlanır. Ürək, beyin və ağciyərlər, insan və heyvanların orqanları olduğu kimi kök, yarpaq, gövdə, çiçək, meyvə və toxumlar da bitkinin orqanlarıdır. Dedik, bitkinin orqanları hansılardır? Kök, gövdə, yarpaq, meyvə, çiçək, meyvə, toxum. Bunlar bitkinin əsas orqanlarıdır ki, iki yerə bölünür. Vegetativ orqanlar, generativ orqanlar. Vegetativ orqanlara kök, gövdə, yarpaq, generativ orqanlara isə çiçək, meyvə, toxum aiddir. Hər bir orqan bitkinin yaşamasını təmin edir. Məsəl üçün, kök torpaqdan alır su və mineral maddələri, yarpaq üzvü maddə istehsal edir və gövdə isə onlar arasında əlaqə yaradır. Həmin orqanlar orqanizmin yaşayışı prosesində bir-biri ilə qarşılıqlı surətdə əlaqəlidir və bir-birindən asılıdırlar. Bəzi bitkilərin kökləri həqiqətən gücünü nümayiş etdirir. Məsəl üçün, böyüyən qovaq ağacı asanlıqla asfalt örtüyünü parçalayır. Deməli, güclü kök sisteminə malikdir. Daşlı dağ yamaçlarında və qayalıqlarda möhtəşəm görünən şam ağacları tədricən dağ süxurlarını dağıdıb toza çevirə bilir. Hətta otlar da daşı dağıda bilir. Və bu, onların kök sisteminin güclü inkişafı nəticəsində olur. İndi isə baxaq orqanizmin təşkili səviyyələrinə. Bütün canlı orqanizmlər hüceyrələrdən təşkil olunmuşdur. Dedik, hüceyrə canlı orqanizmin ən kiçik quruluş və inkişaf vahididir. Bir hüceyrəli canlılar olan amöb, maya göbələyi, bakteriyada hüceyrə orqanizmin bütün funksiyalarını həyata keçirir. Yəni, bir hüceyrəlilərdə, orqanizmi bir hüceyrədən təşkil olunan canlılarda bütün həyati funksiyalar o həmən bir hüceyrənin içərisində gedir. Çox hüceyrəli orqanizmlərdə müəyyən hüceyrələr qruplaşır. Yəni, çox hüceyrəlilərdə hər bir funksiyaya əsasən hüceyrələr qruplaşır və toxumalar əmələ gətirir. Tutaq ki, həzmi yerinə yetirən hüceyrələr qrupu, tutaq ki, tənəffüsü, siniri, hər birini yaradan hüceyrələr qrupu vardır ki, onlar isə ixtisaslaşaraq toxumaları əmələ gətirirlər. Hüceyrə canlıların dedik, ən kiçik quruluş və funksional vahididir. Hüceyrə orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Hüceyrə ən kiçik hissəcik olmasa da, orqanellər, molekullar və atomlar ölçüsünə görə daha kiçikdir. Canlı orqanizmin ilkin təşkili səviyyəsi hesab olunur hüceyrə. Çox hüceyrəli orqanizmdə hüceyrələr birləşdi, toxumalar əmələ gətirdi. Bayaq dedim. Toxumalar quruluşuna və mənşəyinə görə oxşar olan, eyni funksiyanı yerinə yetirən hüceyrələr və hüceyrə arası maddələrdən təşkil olunmuşdur. Yəni, toxumanı həm hüceyrələr təşkil edir və hüceyrələrin arasında qalan sahədə də hüceyrə arası maddə, yəni hüceyrə arası maye təşkil etmiş olur. Bitki və heyvan orqanizmlərində müxtəlif toxuma qruplarına rast gəlinir. Bir neçə toxuma qrupu birləşərək orqan əmələ gətirir. Tutaq ki, ürəkdə hansı toxumalara rast gəlmək olar? Rast gəlmək olar əzələ toxumasına, epitel toxumasına, daha sonra birləşdirici, sinir. Bu toxumanın
hər birinə rast gəlmək olur. Daha sonra eyni funksiyalı toxumalar dedik quruluşuna və mənşəyinə görə oxşar olan, eyni funksiyanı yerinə yetirən hüceyrə və hüceyrə arası maddədən təşkil olunmuşdur. Bitkilərdə 6 toxuma qrupu var. Heyvanlarda isə 4 toxuma qrupu vardır. Bitki və heyvan orqanizmlərində müxtəlif toxuma qruplarına rast gəlinir. Bir neçə toxuma qrupu birləşərək orqanı əmələ gətirmiş olur. Özünə məxsus quruluşu və forması olan orqanlar orqanizmin müəyyən hissəsində yerləşir. Orqanda üstünlük təşkil edən toxuma onun əsas funksiyasını müəyyən edir. Bitki orqanlarına çiçək, toxum, meyvə, kök, gövdə, yarpaq, heyvan və insan orqanlarına isə beyin, ürək, mədə, göz və s. aiddir. Yəni bu orqanların hər biri toxumalardan təşkil olunub və müəyyən funksiyanı yerinə yetirmək üçün birlikdə fəaliyyət göstərirlər. Birlikdə fəaliyyət göstərən bir neçə orqanlar sistemini əmələ gətirir. Məsəl üçün, ürək və qan damarları qan dövranı sisteminin orqanlarıdır. Deməli, qan dövranı sistemini əmələ gətirən ürək və qan damarlarıdır. Ürək əsas insanda motor funksiyasını yerinə yetirir, qan damarları isə bədəndə dövr edir. Hansı qan damarları var idi? Arteriya, vena, arteriya, kapilyar, vena qan damarları vardır. Orqanizmin müxtəlif funksiyaları yerinə yetirən orqanlar sistemlərindən təşkil olunub. Orqanizmdə müxtəlif orqanlar sistemlərinin fəaliyyəti əsasən sinir sistemi sayəsində tənzimlənir və əlaqələnir. Canlılarda, deməli, sinir sisteminin nəzarəti altında tənzimlənir. Ancaq bitkilərdə isə sinir sistemi yoxdur. Bitki və heyvan orqanizmində müxtəlif toxuma qruplarını qeyd edək. Məsəl üçün, bitkilərdə örtük toxuması var, xaricdən örtür. Əsas toxuma, əsas qatı, yəni təşkil edir. Ötürücü borucuqlar, ötürücü toxuma, mexaniki toxuma var. Daha sonra ifrazat toxuması var. Bunlar bitkilərdə toxumaları təşkil edir. Heyvanlarda toxumalara, məsəl üçün, epiteli toxuması xaricdən örtür. Sinir toxuması sinir sistemini əmələ gətirir. Birləşdirici toxuma qanı, limfanı, toxuma mayeəsini, daha sonra sümüyü, qığırdağı təşkil edir. Əzələ toxuması isə saya, enə zolaqlı və ürək əzələsini yaradır. İnsan ürəyinin quruluşunda əzələ və sinir toxumalarına da rast gəlinir. Əzələ hüceyrələrindən başlayaraq orqanlar sisteminədək təşkil səviyyələrini sadalamaq lazımdır. Deməli, əzələ hüceyrələrindən başlayaraq orqanlar sisteminədək təşkil səviyyələri nə cür deyə bilərik? Tutaq ki, əzələ hüceyrəsi, ümumiyyətlə, əzələ toxuması 3 qrupu vardır. Dedik, enə zolaqlı əzələ, saya əzələ və ürək əzələsindən təşkil olunmuşdur. Enə zolaqlı əzələdə nüvənin sayı çoxdur. Saya əzələdə isə 1 nüvəlidir. Ürək əzələsi 1 və yaxud da 2 nüvəli ola bilər. İnsan tutaq ki, qaçır. Qaçan zaman onun bəzi orqanları birlikdə fəaliyyət göstərir. Bu birlikdə fəaliyyət göstərməyi funksional sistem nəzəriyyəsi ilə Anoxin elmə gətirmişdir. Tutaq ki, qaçan zaman insanın tənəffüs sistemi, qan damar sistemi, sinir sistemi, deməli, ifrazat sistemi, yəni tər vəzilərdə tər ifraz olunur, ifrazat sistemi. Bunlar hər biri birlikdə fəaliyyət göstərir. Daha sonra, indi isə öyrəndiklərinizi yoxlayın bölməsinə keçdik. Ən kiçikdən ən böyüyə doğru ardıcılığa baxsaq, ən kiçik olacaq neyronlar. Neyronlar sinir hüceyrələrdir. Sinir hüceyrələri, yəni neyronlar sinir toxumasını əmələ gətirir. Sinir toxuması, məsəl üçün, nəyə əmələ gətirir? Onurğa beyinini, yaxud da baş beyini əmələ gətirə bilər.
O isə sinir sistemini təşkil edir. Sinir sistemi isə olan canlı, məsəl üçün burada verilib pişikdə. Pişik. Daha sonra orqanlar sistemini təşkil edən hər bir orqan eyni funksiyanı yerinə yetirirmi? Xeyr, orqanlar sistemini təşkil edən hər bir orqan eyni funksiyanı yerinə yetirmir. Ancaq birlikdə fəaliyyət göstərən zaman orqanlar sistemi bir funksiyanı yerinə yetirmək üçün birlikdə çalışa bilər. Birlikdə orqanların funksiyası bir-birinə kömək etmək məqsədilə, yəni ki, məsəl üçün tənəffüs sistemi, qan-damar sistemi, tutaq ki, həzm sistemi, bunlar müvəqqəti birləşib eyni bir funksiyanı yerinə yetirir. Bu isə funksional sistem adlanır. Keçək növbəti səhifəyə. Burada çiçəkli bitkilərin orqanları kök verilmişdir. Kök haqqında. Kök bitkinin vegetativ orqanlarından biridir. Səhrada bitən saksağıl bitkisinin kökü 10 metrdən çox dərinliyə çatır. Müəyyən bir sahədə çovdar bitkisinin bütün çoxsaylı köklərinin ümumi uzunluğunu toplasaq, bu bir neçə 100 kilometr deməli məsafəyə bərabər olacaqdır. Yabani əncirin kökləri torpağın 120 metr dərinliyinə qədər çata bilər. Bitkilər formasından, ölçüsündən, yaşadığı mühitdən asılı olaraq müxtəlif köklərə sahibdir. Bitki orqanları, deməli, kök nə cür dərinliyə gedir? Yaşayış mühitindən də asılı olaraq, tutaq ki, quru səhrada yaşayan bitkilərin kökü daha çox dərinə gedir. Çünki o su tapmaq üçün dərinə gedir, yəni o uyğunlaşmadır. Yaxud da ki, qış vaxtı bitkilərin kökü torpağın səthinə daha yaxın yerləşir səthinə, çünki torpağın alt hissəsində temperatur aşağı düşür deyə. Ona görə üst səthində daha çox, yəni kök sisteminə rast gəlmək olur qış vaxtı. Bitki orqanları dedik, bitki orqanizminin orqanlarının funksiyalarına görə iki yerə ayrılıblar. Vegetativ və generativ orqanlara. Vegetativ orqanlar kök, gövdə, yarpaq, bitkinin böyüməsinə, inkişafına, digər həyati proseslərinə. Generativ orqan, toxum, çiçək, meyvə isə bitkinin çoxalmasına inkişaf edir. Kökün quruluşuna baxsaq, kök bitkinin vegetativ orqanlarından biridir. Kök uzununa uc hissəsi ilə böyüyür. Kökün ən uc hissəsində onun kök üsküyü vardır ki, kök üsküyü zona sayılmır. O kökün ucunu örtür və onu kökü xarici təsirlərdən qoruyur. O bir-birinə sıx yerləşmiş bir neçə qat əmələ gətirən canlı hüceyrələrdən təşkil olunmuşdur. Kök üsküyünün əsas funksiyası kökün ucunu qorumaq, onun torpağa daxil olmasını asanlaşdırmaqdır. Onu məhv edən hüceyrələri vaxtaşırı törədici toxuma sayəsində bərpa olunur. Yəni, kök dərinə getdikcə kök üsküyü zədələnir və yenidən bərpa olunur. Həmən o kökün ucunda yerləşən törədici toxumanın hüceyrələrin bölünməsi hesabına. Kökün uzuna böyüməsini təmin edən elə törədici toxumadır. İndi isə baxaq, deməli, kökün zonasına. Ucda kök üsküyüdür. Kök üsküyü zona deyil. Törədici toxumadan yaranır kök üsküyü. Daha sonra yuxarı hissədə isə, sorucu zonada isə əmci tellər yerləşir. Kökün deməli hüceyrəsinə baxsaq, sitoplazma, vakol nüvədən təşkil olunmuşdur. Burada isə bitkinin vegetativ və generativ orqanları verilmişdir. Bayaq sadaladıq. İndi isə baxaq, kök sistemi var. Burada şəkildə baxsaq, kök sistemi verilib. İndi danışacağım və ətraflı məlumat alacaqsınız. Kök bitkinin yeraltı orqanıdır. Bitkinin bütün kökləri onun kök sistemini təşkil edir. Toxumdan əmələ gələn, yəni rüşeym kökçüyündən əmələ gələn kök əsas kökdür. Gövdə və yarpaqlardan isə əmələ gələn kök əlavə kökdür. Əsas və əlavə köklərdən inkişaf edən kök isə
yan kökdür. Yan kökə hətta yan kökün üzərində də rast gəlmək olar. Yəni gövdədən, yarpaqdan əgər bu kök çıxıbsa, bu əlavə kökdür. Əlavə kökün üzərində kökə rast gəlinirsə, bu yan kökdür. Əsas kök deməli gövdədən birbaşa inkişaf edib və nəzərə çarpan kökdür. O əsas kökün üzərindən isə yan köklər inkişaf edir. Burada şəkildə fikir versəniz, görəcəksiniz ki, torpağın alt qatında əsas kök yan kökdür. Üst qatında gövdənin aşağı hissəsindən inkişaf edən köklər isə əlavə köklər adlanır. Əsas və əlavə köklərin inkişafından asılı olaraq mil və saçaqlı kök sistemi ayırd olunur. Əgər ki, əsas kökü yaxşı inkişaf edib, nəzərə çarpacaq dərəcədə böyükdürsə, gözlə görünə bilirsə, bu mil kök sistemidir. Amma ki, əsas kökü yaxşı inkişaf etməyib, digər əlavə və yan kökləri yaxşı inkişaf etmiş köklər isə nədir? Saçaqlı kök sistemidir. Mil kök sisteminə aid olan bitkilər burada verilmişdir. Deməli, ikiləpəli bitkiləri biz mil kök sisteminə aid edə bilərik. Daha sonra. Ancaq birləpəlilərdə isə saçaqlı kök sistemi vardır. Bitkilərin kök sistemi bir çox funksiyaları yerinə yetirir. İlk növbədə köklər bitkini torpağa bərkidir və müəyyən bir vəziyyətdə saxlayır. Bu funksiya ağac və kollar üçün xüsusilə əhəmiyyətlidir. Köklər vasitəsilə bitkinin torpaqdan qidalanması təmin olunur. Su və suda həll olunmuş mineral maddələr orqanizmə daxil olur. Bəzi bitkilərdə yer kökü, turp, çuğundur, georgində, hətta kökündə ehtiyat qida maddələri toplanır ki, bu isə meyvə köklərə deməli çevrilir. Meşədə bəzi ağacların kökləri papaqlı göbələklərin yeraltı hissələri ilə birləşərək onlarla mikoriza əmələ gətirir. Bu əlaqə nəticəsində göbələk bitkidə əmələ gələn qida maddələrini alır, özü isə bitkinin torpaqdan su və mineral maddələrinin sorulmasına və mənimsənməsinə də kömək etmiş olur. Deməli, burada var, köklər ağac budaqları kimi yerin altında budaqlanır və şaxələnir. Nə üçün? Çünki kök həm bitkini torpağa bərkidir, həm də torpaqdan su və mineral maddələri sovurur. Daha sonra keçək növbəti səhifəyə. Burada Mərkəzi Afrika və Hindistanda yerləşən banyan ağacın kökləri verilib. Bu kökləri gövdədən inkişaf edib ki, gövdədən inkişaf edən kök də əlavə köküdür. Bu zaman banyan ağacı daha böyük örtük sahəsini əhatə edir. Beləcə gövdə ilə ayrılmaz hala gəlir. Bu ağacın kökləri ilə əhatə etdiyi sahə 1,5 hektardır. Açıqda qalan isə 3300 kökü var. 3300 kök açıqdadır. Bir növ elə bir ki, dayaq rolunu oynayır bu köklər. Daha sonra baxsaq, burada köklərin funksiyalarını müəyyən etsək, deməli, bitkilərin köklərinin quruluşu vardır, hava kökləri vardır, deməli, sonra torpağın üstündə, altında yerləşən köklər müxtəlif funksiyaları yerinə yetirir. Burada isə şəkildə göstərilən bitkilərin kök sistemlərinə baxsaq, deməli, turpda, yer kökündə əsas kökün deməli, yoğunlaşıb, qalınlaşması nəticəsində əmələ gəlir. Digər bitkilərdə də baxsaq, məsəl üçün, burada bağa yarpağını verib. Bağa yarpağı ikiləpəli bitki olduğuna baxmayaraq, onun kök sistemi saçaqlıdır. Yəni, birləpəlilərdə olduğu kimidir. Bu istisnadır. Digər bitkilərdə də, məsəl üçün, taxıllarda saçaqlı kök sistemidir. İkiləpəlilərdə mil kök sistemidir. İkincidə isə verilib ki, suya qoyulmuş ətirşah budağında hansı köklər? Biz demişdik ki, gövdədən və yarpaqdan inkişaf edən kök
əlavə kökdür. Çiçəkli bitkilərin orqanları gövdə. İndi isə gövdə haqqında məlumat verəcəm. Gövdə, bitkilərin gövdəsi müxtəlif vəziyyətdə ola bilər. Əksər ağac, kol, ot bitkilər dikduran gövdəyə sahibdir. Sarmaşan bitkilərin gövdəsi zəif olub dayağa sarılaraq yuxarı qalxır. Sürünən bitkilərin gövdəsi də dik dura bilmir, yerin səthi boyunca uzanır. Yəni bitkilər gövdəsinin quruluşuna görə də mürəkkəb olurlar. Əgər ki, bitkidə mexaniki toxuma yaxşı inkişaf edibsə gövdədə, o zaman bitkinin deməli, gövdəsi dik qalxır. Bitkinin vegetativ orqanlarından biri də dedik gövdədir. O bitkinin həyatında vacib funksiyaları yerinə yetirir. Gövdə ilk növbədə bitkinin kökü ilə yarpağı arasında əlaqə yaradır. Qidalı maddələri, su və suda həll olunmuş mineral maddələrin hərəkətini təmin edir. Bitkinin yerüstü hissəsini işığa doğru qaldıran gövdə özündə ehtiyat qida maddələri də toplayır və ya vegetativ çoxalmada da iştirak edir. Məsəl üçün calaq ola bilər, çilik ola bilər, firqəndə. Bu üsullarla da deməli gövdə vasitəsilə bitkilər çoxaltmaq olar. Bitkiləri gövdənin quruluşuna görə 3 qrupa ayrılırlar. Ağaclar, kollar, otlar. Ağacların gövdəsi odunlaşmış və hündür çoxillik bitkilərdir. Kol bitkilərində gövdə torpaq səthinə çıxanda budaqlanır. Kollar ağaclara nisbətən qısa gövdəli çoxillik bitkilərdir. Gövdəsi torpağa yaxın yerləşir. Yəni gövdə tez budaqlanır. Torpaqdan bir neçə metr, bir neçə santimetr daha doğrusu sonra gövdə budaqlanmağa başlayır. Ot bitkilərinin gövdəsi adətən zəif olur və odunlaşmır. Çünki onlarda mexaniki toxuma zəif inkişaf edir. 1 illik, 2 illik, çox illik də ot bitkilərinə rast gəlinir. Üzərində yarpaqlar və ya tumurcuqlar olan cavan gövdəyə, gövdənin cavan hissəsinə zoğ deyilir. Burada isə ağaclar, kollar, otlar vermişdi. Tutaq ki, ağac bitkilərinə palıd, qoz, daha sonra kollara moruqdur, itburnu, fındıq falan bu bitkiləri də aid etmək olardı. Otlara bağa yarpağı, gecitkəni burada nümunə olaraq göstəriblər. Deməli, baxaq buraya. Burada isə bizə verilib tumurcuq. Zoğun yarpaq və ya tumurcuq birləşən hissəsi buğum adlanır. İki buğum arasında qalan hissə buğum arası adlanır. Zoğ üzərində yerləşməsinə görə tumurcuqları təpə və yan tumurcuğa ayrılır. Təpə tumurcuğu gövdənin zoğun baş hissəsində yerləşir. Yəni təpə hissəsindədir. Ora böyümə konusu da deyilir. Yəni gövdənin uzunluğuna böyüməsini həmin o təpə tumurcuğu təmin edir. Zoğun uc hissəsində dedik yerləşən təpə tumurcuğu onun uzunluğuna böyüməsini təmin edir. Yan tumurcuqlar yarpaqla gövdə arasında yarpaq qoltuğunda yerləşir. Deməli, yarpaqla gövdə arasında qoltuq hissə qalır ki, o üç bucağa oxşar hissə qoltuq hissəsidir. Qoltuq hissədə isə yan tumurcuq yerləşmiş olur. Daha sonra onlardan yan zoğlar inkişaf edir. Yəni, tutaq ki, zoğdan yan tərəfə budaqlar uzanırsa, bu yan zoğlardan inkişaf etmiş olur. Zoğun buğum aralarında kökün və yarpağın üzərində inkişaf edən yan tumurcuqlara əlavə tumurcuqlar deyilir. Tumurcuğun üzərini onu xarici təsirlərdən qoruyan pulcuqlar örtür. Bu pulcuqlar şəklini dəyişmiş yarpaqlardır. Deməli, tumurcuqlar nə oldu? Belə yarpaqlar, tumurcuğun pulcuqları nə oldu? Pulcuqlar. Onlar şəklini dəyişmiş yarpaqlar oldu. Əgər tumurcuğun daxilində rüşeym halında gövdə, yarpaq və tumurcuq başlanğıcı varsa, bu vegetativ tumurcuqdur. Deməli, vegetativ tumurcuqda nə yerləşir? Rüşeym halında gövdə, yarpaq, tumurcuq başlanğıcı. Ondan vegetativ zoğ inkişaf edir. Bəzi tumurcuqlar içərisində çiçək başlanğıcı var ki,
Bu çiçək başlanğıcı olan tumurcuqlar nisbətən iri və yumru formada olurlar. Onlara isə generativ tumurcuq deyilir. Onlardan çiçək inkişaf edir. Amma vegetativ tumurcuqlar daha xırda, sivri olurlar və onlardan isə gövdə və yarpaqlar başlanğıc almış olur. Zoğun şəkil dəyişmələrinə baxsaq, xarici mühit təsiri altında bəzi bitkilərdə zoğun yerüstü və yeraltı şəkil dəyişmələri əmələ gəlmişdir. Yerüstü şəkil dəyişmələri tikanları, bığcıqları misal göstərmək olar. Tikanlar bitkini heyvanlar tərəfindən yeyilməkdən qoruyur. Bığcıqlar isə bitkini dayağa ilişdirərək yuxarı qaldırır. Kaktus kimi bitkilər gövdələrində ehtiyat su toplaya bilir. Yəni kaktus bitkisinin gövdəsi su toplayır. Səhra bitkisidir. Quraqlıq yerdə yaşadığına görə bu bir uyğunlaşmadır. Yarpaqları tikana çevrilmişdir. Gövdəsi ehtiyat su toplayır. Yeraltı şəkil dəyişmələrə gövdə yumrusu, soğanaq, kökümsüv aiddir. Onlarda ehtiyat qida maddələri toplanır. Əlverişli şəraitdə üzərində əlavə köklər inkişaf etməyə başlayır. Daha sonra deməli burada kaktusu verilib, ətləşmiş gövdəsi, itburnun tikanları vardır, üzümdə bığcıq vardır. Bu zoğun şəkil dəyişməsidir. Zoğun yeraltı şəkil dəyişməsini isə kökümsov çayırda, daha sonra gövdə yumrusu kartofda, soğanaq deməli soğanda, daha sonra erkən yazda bağda işləyən uşaqlar bağbandan yayda bol məhsul olacağını eşitdilər. Ağaclar və kollar hələ də çiçək açmamışdı. Bağban bunu nəyə əsasən dedi? Deməli, erkən yazda şirə hərəkəti başlayır. Bitkilərdə şirənin hərəkəti başlayır ki, bu zamanda bol məhsul olacağını bağban deyə bilər. İkincidə isə gövdə yumrusu, şəklini dəyişmiş, nazik gövdəli, tərkibində ehtiyat maddələr toplanmış zoğdur. Gövdə yumruları deməli kartofdadır. Gövdə yumruları yerkökü və çuğundur bitkilərində əmələ gəlir. Gövdə yumrusu yerköküdə və çuğundurda deyil. Yerkökü və çuğundurda kökün şəkil dəyişməsidir. Amma kartofda gövdənin şəkil dəyişməsidir. Çiçəkli bitkilərin orqanlarından olan yarpağa baxsaq, yarpaq haqqında deməli məlumat verəcəm. Ölçüsünə görə ən iri yarpaqlı bitki Amazon çayında yerləşən nəhəng su zanbağıdır. Diametri 2 metrə qədər olan bu yarpaqlar 40-50 kiloqrama qədər ağırlığa tab gətirə bilirlər. Rafia palmasının yarpaqlarının uzunluğu 25 metrə çatır. Bataqlıq su gülü bitkisinin yarpaqları eni və uzunluğu təqribən 3-4 mm-dir, yəni çox xırdadır. Ölçülərinin müxtəlifinə baxmayaraq bütün bitkilərin yarpaqları oxşar funksiyaları yerinə yetirir. Yarpaq zoğdan inkişaf edən vegetativ orqandır. O bitkidə fotosintez və suyun buxarlanması kimi mühüm funksiyaları da yerinə yetirir. Əksər bitkilərin yarpaqları yaşıl rəngli olur. Yarpaq aya və saplaqdan təşkil olunmuşdur. Deməli, yarpaq zoğdan inkişaf edən vegetativ orqandır. O, bitkidə fotosintez funksiyasını yerinə yetirir. Yarpaqda fotosintez funksiyasını yerinə yetirən, deməli, sütunvari, süngərvari toxumalardır. Bir də ağızcıqda qapayıcı hüceyrələrdir. Onların hər biri xlorofil pigmentinə malikdir, xloroplasta malikdir. Ona görə onlarda fotosintez prosesi gedir. Yarpaq ayası əksər bitkilərdə yarpaq saplağı vasitəsilə zoğa birləşir. Saplağın əsas funksiyası yarpağı işığa çıxartmaqdır. Maddələrin hərəkətini təmin etməkdir. Qərənfil, buğda, aloe kimi bəzi bitkilərdə yarpaq saplağı olmur. Deməli, qərənfil, aloe
bir də buğdada. Çünki həmən bitkilər oturaq, həmən bitkilərin yarpağı oturaqdır. Birbaşa bitkiyə oturmuş vəziyyətdədir. Yarpaq ayası uc, qayda və kənarlarına görə müxtəlif formalarda olur. Yarpaq damarlanması isə yarpaq ayası boyunca müxtəlif istiqamətlərdə damarlar müşahidə olunur. Damarlarda su və qida maddələrinin daşınmasında iştirak edirlər. Damarlar həmən su və qida maddələrinin daşınmasında iştirak edir. Eyni zamanda dayaq funksiyasını da yerinə yetirir. Yəni damarlarda da mexaniki deməli toxuma vardır ki, həmən damarlar da yarpağa dayaq funksiyası verir. Bitkilərdə müxtəlif damarlanma növü vardır ki, bunlarda paralel, qövsvari, deməli torvari damarlamalar aiddir. Paralel damarlama iri damarlar yarpaq ayası ilə bir-birinə paralel istiqamətdə olur. Belə damarlanmada əsas deməli damar digər damarlardan seçilmir və bu damarlanmaya buğda, qamış kimi bitkilərin yarpaqlarında müşahidə olunur. Bu şəkildə fikir versəz, aya kənarlarının müxtəlifliyi var. Dilimli, bölünmüş, bütöv, deməli və aya uclarının müxtəlifliyi var. Sivri, oval, ürəkvari, üçbucaq, dairəvi bu kimi vardır. Ayanın qayda hissəsinin müxtəlifliyi də yarpağın növündən asılı olaraq dəyişir. Və yəni saplaqla oturan da var, saplaqsız birbaşa oturaq yarpaqlar da var. Daha sonra burada isə yarpaqların düzülüşü vardır. Yarpaqların düzülüşünə baxsaq, növbəli, qarşı-qarşıya, bir də topal düzülüş var. Yarpağın gövdə üzərində düzülüşü müəyyən qayda ilə olur. Yarpaqlar zoğ üzərində növbəli, qarşı-qarşıya topa düzülüşdə olur. Çünki alma toz ağacı bitkilərində növbəlidir. Yəni, hər buğuma bir yarpaq birləşir. Daha sonra yasəmən, gicitgən, nanə, reyhan kimi bitkilərdə isə qarşı-qarşıya düzülür. Bu da hər buğuma 2 yarpaq birləşir. Topa düzülüşdə isə qarğagözü, oleandr, qatır quyruqlu bitkilərində isə bir buğuma minimum 3 yarpaq birləşmiş olur. Və bu isə topa düzülüş adlanmış olur. Deməli, bəzi bitkilərin yarpaqları xarici quruluşunu dəyişir, fərqli funksiyalar yerinə yetirir. Verilmiş müxtəlif bitkilərin yarpaq şəkli dəyişməsi, bitkilərin zoğlarını nəzərdən keçirsək, məsələn, südləyəndə yarpağın şəkil dəyişmələri vardır. Lərgə, kaktus, zirinc, agava, noxud. Hər biri öz funksiyasına əsasən yarpaqlarının şəklini dəyişmişdir. Tutaq ki, noxud bitkisi misal olaraq götürsək, noxudun gövdəsinin şəkil dəyişməsi bığcığa çevrilmişdir və dirəyə yapışmaq üçün, yapışmaq xidmətini deməli, funksiyasını yerinə yetirir. Zirincdə isə yarpağın şəkil dəyişməsi olaraq tikana çevrilmişdir və özünü ətrafın əlverişsiz mühitindən, şəraitindən qorumaq üçün, yaxud da suyu az buxarlandırmaq üçün bu cür deməli, uyğunlaşma vardır. Daha sonra şəkildə verilən yarpaq nümunələrinə baxsaq, sadə və mürəkkəb yarpaqlara baxsaq, demək, yarpaqlar quruluşuna görə sadə və mürəkkəb olurlar. Sadə yarpaqlar, deməli, yarpaq ayası və saplaqdan təşkil olunmuşdur. Bir yarpaq ayası və bir saplaqdan təşkil olunmuşdur. Mürəkkəb yarpaqlar isə bir saplaq və deməli, yarpaqcıqlardan da təşkil olunmuşdur. Bunlar isə deməli, bunlar isə özü olur üçər, lələkvari və barmaqvari yarpaqlar. Lələkvari də tək lələkvari, cüt lələkvari olmuşdur. Tutaq ki, 6-cı şəkildə baxsaq, bu tək lələkvaridir. Sonu tək deməli, yarpaqcıqla bitirsə, bu tək lələkvaridir. Cüt
bitirsə cüt lələk var idi. Tutaq ki, ağ akasiyada tək lələk var idi, sarı akasiyada isə cüt lələk var idi. Zoğun 4 buğumunda 20 yarpaq var. Bu bitkidə hansı yarpaq düzülüşü müşahidə olunur? Zoğun 4 buğumunda 4-ü bölsək, deməli 4 buğumunda 20 yarpaq var. 4 buğumda. Əgər ki, bir buğuma 2 yarpaq birləşirsə, bu olur qarşı-qarşıya. Əgər bir buğuma 1 yarpaq birləşirsə, bu olacaq növbəli düzülüş. Əgər bir buğuma 3-dən artıq, 3 və 3-dən artıq yarpaq birləşirsə, bu olacaq topa düzülüş. Deməli, burada topa düzülüş vardır. Daha sonra növbəti səhifəyə baxsaq, burada deyir ki, günorta və axşam zoğ üzərində yarpaqların vəziyyətindəki dəyişkənliklər yəqin hava şəraitindən və deməli, buxarlanmadan asılı olaraq səhərlər axı havanın temperaturu nisbətən aşağı olur. Ona əsasən demək olar. Daha sonra burada elm və texnologiyadır. Elm və texnologiyada aeroponika, torpaqdan istifadə etmədən bitki yetişdirmək üsuludur. Bu bitkilər kökləri havada asılı vəziyyətdə yetişdirilir. Aeroponikada köklərə mütəmadi olaraq birbaşa minerallar olan qida məhlulu çiləməklə bitkilərdə rütubətli şəraitdə torpaqsız becərilir. Buna görə də bu bitkilərin yaxşı böyüməsi üçün torpaqda yetişdirilən bitkilərlə müqayisədə suya daha az ehtiyacı var. Bitkilərin optimal şəraitdə böyüməsi üçün temperatur və işıq kimi də amillər dəyişə bilər. Bu, onların daha sürətli və uğurla yetişdirilməsi imkan verir. Bitkilər bir neçə qat rəflərdə də yetişdirilə bilər. Bu, kiçik bir məkanda daha çox bitki yetişdirməklə məhsuldarlığı artırmağa xidmət edir. Tutaq ki, suyun burada verilməsi, bitkilərə sprey püskürtmə formasında verilməsidir. İşıqlandırma şəraiti, daha sonra temperatur, rütubət, hər biri deməli, nasoslar vasitəsilə, xüsusi qurğular vasitəsilə tənzimlənir və qidalı mühit, qidalı məhlullardan istifadə olunur. Elektrik xətti vasitəsilə bunlar tənzimlənir, nəzarət sistemi vasitəsilə nəzarət edilir və süni surətdə bitkilər yetişdirilmiş olur. Bu isə deməli, məhsuldarlığın artırılmasına xidmət edir. İndi isə burada verilib hüceyrə, toxuma, orqan, orqanlar sistemi, orqanizm. Bitki hüceyrəsi, toxuması, orqanı, orqanlar sistemi, orqanizmi heyvanlarda, insanlarda da yeni həmçin bu cürdür. Ən kiçik quruluş və funksional vahid oldu hüceyrə. Hüceyrələr birləşdi, toxumaları əmələ gətirdi. Toxumalar funksiyasına görə ixtisaslaşmışdır və bir orqanı yaradır. Orqanlarda birləşərək bir orqanlar sistemini əmələ gətirir. Orqanlar sistemi isə tam bir orqanizmi əmələ gətirmiş olur. Çiçəkli bitkilərin orqanları dedik, vegetativ olur, generativ olur. Qidalanma və böyüməyə xidmət edənlər vegetativdir. Çoxalma və yayılmaya xidmət edənlər isə generativdir. Vegetativ orqan kök, gövdədir. Kökün növləri əsas yan əlavədir. Sistemi, yəni inkişafına görə mil və saçaqlı kök sistemidir. Gövdə isə zoğun yeraltı şəkil dəyişməsi, zoğun yerüstü şəkil dəyişmələri vardır. Yeraltı şəkil dəyişmələrin kökümsov, soğanaq, gövdə yumrusu bunlara aiddir. Yerüstü isə tikanla bığcıqdır. Yarpaqlara baxsaq, yarpaq da quruluşuna görə, bir də damarlanmasına görə vardır. Quruluşuna görə sadə mürəkkəb, damarlanmasına görə torvari və paralel, qövsvari damarlama vardır. Düzülüşünə görə növbəli, qarşı-qarşıya topalı düzülüş vardır. Generativ orqanlar isə meyvə, toxum və çiçəkdir. Buna haqqında isə növbəti dərsdə məlumat verəcəm. İndi keçək növbəti səhifəyə. Burada isə ümumiləşdirici tapşırıqlar vardır. Şəkildə orqanizmin hansı təşkil səviyyəsi təsvir olunub. Burada deməli toxumalardan hüceyrələr birləşib bir toxumanı əmələ gətirmişdir. Daha sonra əsas kök toxumdan inkişaf edir. Bəli, əsas kök toxumdan inkişaf edir. Soğan və sarımsaqda əsas kök yaxşı inkişaf etmişdir. Xeyr,
Soğan və sarımsaqda yaxşı inkişaf etməyib, onlarda saçaqlı kök sistemidir. Bitkinin torpaqda yerləşən bütün orqanları köklərdir. Xeyr, gövdəsi də torpağın altında yerləşə bilər. Məsəl üçün, nədir? Kartof bitkisində tumurcuqlar xaricdən pulcuqlarla örtülmüşdür. Bəli, pulcuqlarla örtülmüşdür. Pulcuq özü də yarpağın şəkil dəyişməsidir. Çiçəkli bitkilərin generativ orqanıdır. Bəli, doğrudur. Əlavə köklər həm bitkinin gövdəsində, həm də yarpaqlarında ola bilər. Yarpağın gövdəyə birləşdiyi hissə buğum arası. Xeyr, yarpağın gövdəyə birləşdiyi hissə buğum adlanır. İki buğum arasında qalan sahəyə isə buğum arası deyilir. Buğda mil kök sistemi olan bitkidir. Buğda xeyr, saçaqlı kök sistemidir. Çünki taxıllara aiddir. Birləpəlidir. Generativ tumurcuqdan çiçək inkişaf edir. Bəli, generativ tumurcuqdan çiçək inkişaf edir. 1 və 5 rəqəmi ilə göstərən hissələri adlandırın. 1-ə təpə tumurcuğu, 2 qoltuq tumurcuğu, 3 baxaq görək nə verilib. Saplaqdır yəqin ki, ya da buğum adlanır. Yox, buğuma oxşayır daha çox. 5 buğum, 4 3 buğumdur, 4 saplaqdır, 5 isə buğum arasıdır. 2 buğumun arasında yerləşən hissəyə buğum arası deyilir. Burada nə verilib? Burada göstərilənlərdən hansı zoğun şəkil dəyişməsinə aid deyil? Zoğun şəkil dəyişməsi, yəni gövdənin şəkil dəyişməsi, 1 ilə 2 gövdənin şəkil dəyişməsidir, 3 kökün, 4 də kökün şəkil dəyişməsidir. Təyinici açardan istifadə edərək yarpağın hansı bitkiyə aid olduğunu müəyyənləşdirin. Aya oval formalı, deməli, baxsaq burada, yarpaqlar, sadə yarpaqdır, bəli, xeyr, damarlama paraleldir, yarpaq ayaqları saplağa bir neçə nöqtədə birləşir, xeyr, bu səhvdir. Sonra yuxarıya getsək, damarlama paraleldir ilə davam etsək, bəli, oval, aya oval formadadır. Ayağın kənarı dişçiklidir. Ayağın kənarı dişçiklidir. Xeyr. Daha sonra. Yəni, bu cür davam etmək olar. Bu şəkilə, daha doğrusu, bunları, bu bitkiləri yerləşdirmək olar. Tutaq ki, inci çiçəyi. Ayası oval form, inci çiçəyində ayası oval formalıdır və damarlaması paraleldir. Sonra damarlaması paralel olan ayağının kənarı dişçiklidir. Bəli, xeyr. Burada yəni şəkilə əsasən yerləşdirmək olar. Şəkilə baxıb həmən deməli bitkilərin adını yazmaq olar. Vaxt dar olduğu üçün mən yerləşdirmirəm. Aha, bu qədər. Yəni, sualınız olsa şərh bölməsinə yaza bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm bir daha və mümkündürsə, deməli, kanala abunə olmayan izləyicilərdən xahiş edirəm ki, kanala abunə olun, videoları bəyənin. Daha sonra nə sualınız varsa şərh bölməsində qeyd edin. İzlədiyiniz üçün bir daha təşəkkürlər.